Oğlum, bax, neçə gündür deməli yemək də yemirsən, bir sürə də çıxmırsan. Artıq özünə gəl oğlum. Mən neyniyim axı ata? Mən anasız qaldım. O mənim anam kimi insan idi. Mən neyniyim ağa ata? Anasız qaldım mən. Elə bilirsən ki, o sadəcə sənin anan idi? O bizim hamımızın anası idi oğul. O bizim də anamız idi. Amma artıq özünə gəl. Bunu kim eləyib onu tapmalıyıq. Onun cəzasını verməliyik oğul. Ata, Davut eləyib da kim eləyəcək? Davut eləyib. Ya başqası eləyibsə? Həm də ki biz Davutu öldürdük. Davut necə eləsin ki? Ölmədən əvvəl quraşdırmışdır o bombanı evə. Sonra da güm uçmuşdur havaya. Mən nə bilim? Əsəblərim pozulub sənin canım. Nə olar? Çox otaqdan biraz tək qalmaq istəyirəm. Ya başqa bir düşmənimiz varsa, ya yeni bir düşmənimiz varsa, bu nə bilişdiyin? O nə bildirişiydi oğul? Haqlısan ata. Həqiqətən də yeni bir düşmənimiz var imiş. Hardan bildin? Evi mən partlatdım. Ananızı mən öldürdüm. Sizi də öldürə bilərəm, diqqətli olun artıqlar. Və kim yaz bilmirəm, bilməm nə yaz. Bax görsən can kim yol, bəlkə tanıyarsan. Abbas ağa. Mesajı yazan Abbas ağadır. Davutun atası. Sən hardan tanıyırsan ki? Nə hardan bildin onu? Mən adamı tanımıram. Sadəcə Davutun atasının olduğunu bilirdim. Davutdan eşitmişdim. Biz vaxtında çox savaşdıq Davut Bağırovla. Mənim içəridəki adamım gizlicə onun telefonunu qarışdıranda tapmışdı atasının nömrəsini. Adını Abbas atam yazmışdı. Oradan tanıyıram. Oradan yadımda qalıb. Heç üzünü görmüsən bəs? Yüzünü görməmişəm. Amma başqa bir şey eşitmişəm. Evin partladığı gün sən bizim adamımıza vururdun, güya adamımız imiş də onu da xəyanət elədi. Həyatdan qaçırdı, sən onu vururdun, qolundan. Qoluna vurmuşdun da, eləmi? O adam yaşayır, ölməyib o. Adam işi bacardığına görə onu buraxmayıblar. Xəstəxanadadır. Onu öldürmək lazımdır oğul. Qisasımızı almalıyıq. O işi mən həll eləyərəm. Sən xəstəxananın konumunu at mənə, ya da adını de. Gedib qisasımızı alım. Aba, xəstəsənsən. Xəstəxanada nətər öldürəsən onu? Allah səni tutarlar, həyatın məhv olar. Təzdən xəbsə girmək istəyirsən sən? Narahat olma, mənə işin olmayacaq. Sən bir o xəstəxananın adını de, mən gedim. Oğul, bax, bir də xəbsə girdiyi görməyim sənin. Sənsiz alınmır oğul, alınmır. Diqqətli ol. Diqqətli. Eyvallah.
Salam. Mən Vüsal Abdullayev adında bir adam axtarıram. O mənim dostumdur. Eşitmişəm yaralanıb, onun yanına gəlmək istəyirdim. Neçənci otaqdadır? 3-cü qatda 12-ci otaq. Çox sağ olun. Salam. Həkim, indi yaşanacaqlara görə üzrü say. Buna məcburam. Alınacaq bir qisas var. Necəsiniz? Bir problem yoxdur ki. Narahat olmayın. Yaxşıyam. Biraz ağrıyır ama şükür yaxşıyıq biraz. Dəqiq. Ha, bir problem yoxdur, yaxşıyam. Məncə bir problem var. Tuncay bəy, eləməyin. İşi həll elədim ata. Hər şey yaxşıdır. Salam əleykum. Aleyküm salam. Bax oğlum, o yanına getdiyim dostum budur. Artıq bizimlə hərəkət edəcək. Mən Faiq Məmmədli. Məmnun oldum. Mən Tuncay Tağıyev. Mən də məmnun oldum. Olanları eşitmişsən yəqin ki, Faiq. Olanları eşitmişəm Abdullah. Allah rəhmət eləsin. Kim eləyibsə, denən onun cəzasını kəsək. Eyvallah. Bizim bunu eləyən adama qarşı bir planımız var. Tuncay'a hələ deməmişəm. İndi o da burada işləyəcək. Sən tək ki istə Abdullah. Sən öl de, mən ölərəm. Eyvallah. İndi sən yəqin ki Davudu eşitmişsən də, bilirsən Davudu. İndi gedirsən sən Davudun evinə ya da o evin yaxınlığına. Orada Davudun adamlarını tapırsan, onlardan Davudun atasının evinin ünvanını, yəni Abbas ağanın evinin ünvanını öyrənirsən. O adamın yanına gelip deyirsən ki, mən Mir Sadiqin dostuyam, qisasımı almaq istəyirəm. Birlikdə bunların işini bitirək. Yəni uzun sözün qısası sən bizim saxta düşmənimiz olacaqsan. Onun yanında olacaqsan, amma əslində bizimlə hərəkət eləmiş olacaqsan da. Belə bir şey. İndi Faiq, de görüm, bu böyük işi eləyə biləcəksən?
Yaxşı, aydın oldu. Qardaşım, Ənvər, adam ölüb. Tuncay yenə şimdisə daş qoydu. İçinə zibil olsun. Ama onun da ölmeyeceğini falan, onu da öldürəcəyik. Salam. Sen kimsən hə? Eşitmişəm ki, oğlunuz Davud ölüb. Allah rəhmət eləsin. Sən oğlumu hardan tanıyırsan? Mən Faiq Məmmədli. Mən Mir Sadiqin yaxın dostuydum. Mir Sadiq Davudla ortaq olmuşdu. Sonra o Tuncay Mir Sadiq'i də öldürdü. Onun qisasını almaq üçün əlimdən gələni eləyəcəm. Sənin oğlunun da qisasını alacağıq. Məni hardan tapdın bəs yaxşı? Davudun evinə tərəf getdim. Orada Davudun adamlarından tapdım bir iki dənə. Sənin evini öyrəndim. Gəlib danışmaq istədim. Birlikdə hərəkət edək. Mir Sadiq'i mən də tanıyıram. Sənin Mir Sadiqin dostu olduğuna necə inana bilərəm mən? Mən onunla çox şəkil çəkmişəm vaxtında. Göstərə bilərəm birini. O zaman doğru dediyimi başa düşərsiniz. Lap yaxşı Faiq dayı. Mən bir şəkil hazırlayacağam süni intellektlə. Narahat olma, süni intellekt olduğu bəlli olmayacaq. Sənlə Mir Sadiqin bir şəklini düzəldəcəyik. Abbas ağa səndən şəkil istəyə bilər, sübut üçün. O şəkli görəndə inanacaq bizə. Sənə inanacaq. Narahat olma. Aydın oldu. Başa düşdüm. Lap yaxşı. O zaman deyin görün mənə. Birlikdə hərəkət eləyəkmi? O Tuncayı birlikdə öldürəkmi?